Allahda olan o sevgidən təbii ki, Allahın elsində var ki, şəfaət məqsədinə o qədər canında şəfaət vermək var ki sənin. Sənə olunan haqsızlıq da sənə ehsan kimi gəlir. Elə ustad özü nəsə bilsin ki, tələbəsinə nəsə öyrətsin də. Ona görə Peyğəmbərimiz ustad Allah özü. Ki, Allah Teala özü də o cür eləyir. Həzrəti Musa ilə Haruna deyir ki, gedin Fironun üstünə, amma yumşaq danışın ki, bəlkə hidayət olur. Sən ol xatəm ki, dəf etmiş tamami hakimi, xatəmi, hökmi, risalət tapşırıb. Bağışlanma qapısının açarı ki, sənə verilir, qiyamət günündə şəfaət verməyə. Onda lütfü mənə az eləmə. Füzuli yalvarır Peyğəmbərə ki, ya Rasulallah, məni o vaxt yada sal yinən ki, bağışlanmaq qapısının açarı sənə təslim olanda, sən bağışlaya biləsən ümməti, onda mənə yadlasın. Bəqiyyə zəvvar olmusan, ya mərvədə səfadasan, gözüm ki axtarır səni, eşitmirəm pıçıltıvı, heç olmasa uzaqdan olsa da görəydim ol parıltıvı. Salam, əziz və dəyərli tamaşaçılar. Füzuliyə Axund Baxışı verilişi yeni buraxılışı ilə efirdədir. Və biz əvvəlki verilişlərdə olduğu kimi yenə Füzuli divanından bir qəzələ Axundun baxışı ilə baxacaq. Yeri gəlmişkən, dəyərli ruhani, ustad şair Axund Azər bizimlədir. Qonağımızı salamlayaq. Hacı salam, hoş gəlmişsiniz. Salam, Allah razı olsun, sağ ol. Necəsiz hacı? Şükür, Allah razı olsun. Hacı, inşallah bugün növbəti bir qəzələ sizin baxışınızla baxaq, sizin şərhinizi dinləyək. İnşallah. Bu dəfəki qəzəl Həzrəti Peyğəmbərin şəninə deyilən qəzəldir. 9 beytdir bu. Adətən Füzulinin qəzəlləri 7 beyt olur adətən. Bu 9 beytlik qəzəldir və nəət deyərlər də Həzrəti Peyğəmbərə olunan vəsf qəzəl formasında nəət adlanır. Və qəzəlin ilk beyti belə başlayır ki, ey olub merac və yaxud ey olan merac, ürhani ölüvi şan sanır. Yerə emmiş göydən istiqbal edib fırqan sənə. Bu beytin haqqında biraz içərisinə girək. Ey olub merac və yaxud ey olan merac, ürhani ölüvi şan sənə. Həzrəti Peyğəmbərə ilk müraciəti belə olur ki, ey sənə ulu şənin üçün, uca şənin üçün sübut merac olan, sənin şənivin ucalığının, sübutu meracdır. Ey o Peyğəmbər ki, sənin meracın, sənin şənivin aliliyinin bir neydi? Sübutudur. Elə bil ki, Peyğəmbərimizin məqamının aliliyinin sübutlarından biri nədir? Merac. Onun meracıdır. İkinci sübutu da getirir. Elə bil ki, merac yuxarı qalxmaqdır. Diqqət elə, merac yuxarı qalxmaqdır. Birincidə ki, meracdan danışır, yuxarıdan danışır. Ölüv və şandan uca, əzəmətli, uca şandan danışır. İkincisini gör nə deyir? Yerə emmiş, özü yuxarı qalxıb, buran aşağı inib, yerə emmiş göydən istiqbal edib fırqan sənə. İstiqbal etmək, yəni müstəqbəl sözündəndir. Türklər də işlədir də müstəqbəl, gələcək. Keçmişə mazi deyirlər, ərəb sözüdür, keçmiş, mazi. Gələcəyə müstəqbəl. İstiqbal da ondandır. Deyir ki, yerə emmiş, istiqbal edib fırqan sənə. Fırqan Quranın adlarından biridir. Hələ Quranın özündə
bir 50-yə qədər adı var. Furqan sözünün də mənasıdır fərq qoyan, fərqləndirən. Ayıran. Yaxşını pisdənmi deyək? Bəzi adamlar üçün yaxşını pisdən, haqqı batildən ayırır. Amma daha ali adamlar üçün, nəinki haqqı batildən, yaxşını daha yaxşıdan ayırır. Kamil insan bunun üstündə işləyir də. Onu hamı bilir ki, o əleyhissalam deyir, neyinirsiniz, tapanda şükr edirik, tapmayanda səbr edirik, o nə var eləmək, alə aməliyər. Və siz neyinirsiniz, biz tapanda paylayırıq, tapmayanda şükr edirik. İndi bir var yaxşı ilə pisin arasında qalasan, bir var yaxşı ilə daha yaxşını fərq. Furqan budur. Bütün məsələlərdə ayırır. Pisi də, yaxşını da, daha yaxşını da. Bir fərq qoyur. Daha yaxşıdan daha yaxşını da və s. və s. Bu istiqbal etmək, Furqanın istiqbal etməyi, yəni o deməkdir ki, istiqbal, yəni Quran sənə, Furqan sənə nazil olub, sənə gələcəkdən də xəbər verir. İstiqbal bu mənadadır. Bir növ Quranın yerə enməsi, ümumiyyətlə Quran Allah kəlamıdır. İnmək sözü, nazil olmaq, nuzul, tənəzzül biraz yaraşmır Allah kəlamına. Amma biz bunu belə düşünək ki, biri quyudadır. Sən ona kəndiri atırsan, kəndirin özünə atırsan ki, çıxar düzü, bu necə çıxarsın Qaragül? Sən kəndiri atarsan bu şərtlə ki, bir ucu da sənin əlində olsun. Quran o cür nazil olub. Bir ucu Allahın əlindədir Quranın. Bir ucu gəlir yerə ki, onu ilə qalxın yuxarı. Bu cür nazil olub sənə, bu cür enib Quran yerə sənin üçün. Və bir də enməyin ikinci mənası odur ki, Quranda çox həddən artıq əslində qəliz-qəliz mətləblər var. Onu insanın anlayacağı dildə Allah Teala gözəl rəvayətlərlə, qissələrlə, hadisələrlə insanlara çatdırır. O nöqtəyini. Halbuki müəllim qəliz bir dənə temadır. Götürüb tələbələrinə neynir onu? Sadə formada bəsit sözlərlə başa salır. Bu cürlə bu artıq ali bir dənə bir mənanın siqlətli, möhtəşəm bir dənə mənanın sadə sözlərlə neyidir? Bəsit sözlərlə xırdalanması, təhlil olmasıdır. Və Quran da qəliz-qəliz mətləbləri sadə formada insanların səviyyəsinə enir, ağıl səviyyəsinə enir və ağıl sahiblərinə söz deyir. Amma da ağıl sahiblərinə də bir dəstə insanlar var ki, ağıl sahibi deyirlər də, oradan da aşağıdırlar, onlar dünya adamlardılar. İnsan bir təbiyyət tərəfi var, bir mənəvi tərəfi var. Təbiyyət tərəfi eynən heyvanla verdi. Mənəvi tərəfi isə mələkdən də üstündür. Sualın vardı nəsə? Yox. Demək, amma nəsə olsa, bir sual çıxsa, çox xahiş edirəm, o yerində deyin ki, onu... Adətən cavablayırsınız acı. Elə sual yaranan kimi özünüz cavablayırsınız, olduqda başım gözümüz. Ey olan me'rac bürhani ölüvvi şan sənə, yerə inmiş göydən, istiqbal edib Furqan sənə. Yerə inməyi də danışdıq. İstiqbal da nədir? Danışdıq. Furqan da nədir? Dedik. Heyni dəvayı nabuvvət, müddəi ilzamına cahilikən kəmali elmi bəs bürhan sənə. Zaharda baxırsan qəliz-qəliz sözlərdir, amma məsələn mənası heyni dəvayı nabuvvət. Nabuvvət peyğəmbərlikdir. Dəva yəni dəvət eləmək. Dəvət eləmək. Heyn vaxtdır. Zaman. Heyn. Sənin peyğəmbərliyin o dəvət zamanı ki, sən peyğəmbərliyə dəvət edirdin ki, mən Allahın rəsuluyam, mənim dinimə gəlin, Allah mənə bu nazil eləyib, bu filan məsələlər ki,
müddəi ilzamına, müddəi iddiaçı, Burada dava verilmiş. protestant. İddiası var da, elə deyir, müddəi. İlzam isə onu yerinə otuzdurmaq, sübutla yerinə otuzdurmaq. Dəlil gətirmək. Dəlil gətirməyin onu yerinə otuzdurursan. Demək, peyğəmbərlik dəvəti zamanı iddiaçıların sübutu üçün cahil ikən hələ cahil olan bax, kəmali, elmi bəs bir xansənə. Elmivin kəmalı kifayət qədər sübut idi ki, dəlil idi, onları yerinə otuzdururdu ki, müəllim görməyən, dərs keçməyən, yazısı olmayan, təlim almayan bir insan elə bir sözlər işlədir ki, hansı zamanədə cahil ikən o demək deyil ki, onlar hamısı savadsız idi. Xeyr. Ərəblərin çox gözəl söz demək qabiliyyətləri var idi. Bədahətən şeirlər deyirdilər. Və o vaxtın blogerləri də şairlər idi. Hər yerdə ki, gedirdilər, orada şeir deyirdilər, 5 manat verirlər, bunlara burada şeir deyirdilər. Bunların şeirləri, söhbət yadda qalmır, şeir yadda qalır axı. Şeiri əzbərləyir adam rahat. O şeiri ki, insanlar əzbərləyirlər, dildən dilə düşürdü, ən yaxşı şeirlər seçilirdi, daha çox layıq qazanan şeirləri asırdılar Kəbə divarında. Halbuki Kəbə divarı da bir sosial bir platforma idi. Və sonra o trenddən düşürdü, başqasını asırdı. Bu cür nədə? Və hətta hələ şeirlər vardı ki, neçə illər hələ trend olaraq qalırdı orada, dəyişmirdilər. Belə bir zamanda elə bir söz dedi ki, bütün bu yazılar, zatlar getdi işin dalıcan ki, bu nə sözdür? Hətta Quran iddia edir ki, buna bənzər bir söz götürün. Bu özü bir dənə sübutdur. Hər şey qalsın bir qırağa. Yuxarıda deyir ki, Fürqan sənə nazil oldu. Və Peyğəmbər də havai həvəsdən söz demir də, Nəcm surəsində deyir bunu. Havai həvəsdən söz demir. Amma yəntiqu anil həva. Elədir? Nə deyirsə, vəhidir. İlahidir. Deyir, heyni dəvayı nübüvvət, bildik də nədir? Heyni vaxt, dəvət eləmək, nübüvvət peyğəmbərliyi dəvət elədiyin o zamanda müddəi ilzamına, müddəiləri yerinə otuzdurmaq üçün cahil ikən bütün cahil ikən kəmali elmi bəs bir hansına. Yəni, cahili ikən buradan bir məna da budur ki, heç cəmaatın içərisində elə bir ustad da yox idi ki, sənə belə bir şey öyrətsin. Gerək ustad özü nəsə bilsin ki, tələbəsinə nəsə öyrətsin də. Ona görə Peyğəmbərimizin ustadı ələ Allah özüdür. Sonra deyir, kilki hökmüvün qələmi. Kilk qələmə deyərlər. Kilki hökmün çəkdi hərfi sairi ədyanə xət. Diqqət elə. Kilki hökmün qələmi çəkdi hərfi sairi ədyanə. Sair başqa. Ədyan dinin cəmidir. Dinlərə. Başqa dinlərin hərfinin üstündən neynədir? Yəni, hökmün qələmi xət çəkdi. Yəni, bu nə deməkdir? Bu, o deməkdir ki, o bayaq dediyimiz məsələ ki, var, keçmiş söhbətlərimizdə eləmişik ya, bunu hər dəfə niyə təkrar eləyək? Peyğəmbərimiz gəldi, şəriət gətirdi. Necə ki, İbrahim əleyhissalam gətirdi şəriət, Nuh əleyhissalamın şəriəti artıq yeniləndi, o düşdü, qüvvədən mindi qüvvəyə, bu cürlə. İlki hökmün çəkdi hərfi sairi ədyanə xət, hökmü isbat etdi nəfyi sairi ədyansını. Və hökm
sənə isbat elədi, sübut elədi. Neyi? Nəfyi sairi ədyan. Başqa dinlərin nəfyi. İnkarı. Bəli, yəni ki, inkar deyəndə ki, qüvvədən düşməyi. Kənarlaşdı. Artıq kənarlaşdı. Baqi möcüz nə hacət əmri haqq isbatına. Haqqın əmrinin isbatı üçün möcüzə bir dəfə olur. Kifayət İsa əleyhissalam bu günə qədər ya öldürüldü, ya onda adam qalmaydı, ölən adam qalmaydı. Hamını İsa əleyhissalam yeri dirildiydi. Haqqı isbat eləmək üçün bir dənə möcüzə bəsdir. Amma aləm içrə möcüz-i baqi yetər Quran sənə. Sən bir dənə möcüzə göstərmirsən ki, Amma baqidir. baqidir. Bir dəfədir. Mən bir dəfə söhbət eləmişdim, ya bilmirəm hansı məclislərin birində, çəkilişlərin birində ki, Həzrəti İsa ölü dirildirdi. Hər kəsən öz əzizini diriltsə, həyatda yaşamaq mümkün olmaz. Sənin üçün əzizdir də, mən deyəcəm ki, nə ehtiyac var bu qədər yaşayır. Amma ölü qəlbin dirilməsi nədir? Bəşəriyyətin dirilməsidir. Ona görə baqi möcüz nə hacət? Nə ehtiyac var yəni? Əmri haqq isbatına. Haqqın əmrinin sübutu üçün ehtiyac yoxdur. Aləm içrə möcüz-i baqi yetər Quran sənə. Çünki zaman-zaman peyğəmbərlər olub və zaman-zaman peyğəmbərlərin möcüzəsi olub. Qiyamətə qədər peyğəmbər gəlsin, möcüzə göstərsin, peyğəmbər gəlsin, möcüzə göstərsin, qiyamətə qədər buna ehtiyac yoxdur. Aləm içrə möcüz-i baqi, əbədi, baqi əbədi deməkdir. Əbədi möcüzə yetər Quran sənə. Vəsf-i Cibrili əmin etmiş qəbuli xidmətün. Sırrı haqq kəşfinə ayətlə yetib Fərman sənə. Cəbrail əleyhissalam üçün bir vəsfdir əslində. Onun üçün bir şərəfdir. Ki, sənin xidmətvə gəlsin. Sənin xidmətvə gəlsin. Ne üçün gəlir xidmətvə? Haqdan, haqq sırrını kəşfi üçün. Kəşf bir şeyin açılmasına deyərlər. Bir icad var, bir kəşf var. Biz bunların ikisini də sinonim bilirik. İkisi də ərəb sözüdür. İcad vücud sözündəndir ki, vücuda gətirdi, yaratdı. İcad elədi, yaratdı. Kəşf isə var idi, üstü örtülmüşdü. Kəşf elədi, tapdı. O axışdı, şimdi buradaymış, siz axtarırsınız. Əcda başıymışdır, ağzınıza gələr daşırsınız. Deyir, vəsf-i Cibrili əmin etmiş qəbuli xidmətin. Sırrı haqq kəşfinə ayətlə yetib fərman sənə. Sən ol xatəm ki, dəf etmiş tamami hakimi, xatəmi, hökmi, risalət tapşırıb dövran sənə. Hökmün o qədər möhkəm olmalıdır ki, hökm, möhkəm, bunlar eyni kökdəndir də. Hökm o qədər möhkəm olmalıdır ki bu xətm eləsin. Xətmin bir mənası möhürdür də. Möhrü açamırlar söhbət qutarandan sonra. Görsanın nə qədər hökmün güclüdür ki, sənə Allah Teala sonuncu risaləti tapşırıb ki, möhkəm möhrü vurasan. O möhrdə vilayət möhrüdür. Ol qədər zövqi şəfaət cəvhəri zatındadır. O qədər şəfaət vermək sənin canında var ki, kim gəlir ərzi, xəta, mənidə bir ehsan sənə. Sən o qədər şəfaət vermək, o qədər məhəbbətin var, şəfaət verənsən ki, sənə olunan haqsızlıq nə gəlir sənə? Bir ehsan gəlir sənə. Biz onları bağışlayacaqsan. Bağışlamaqla Allaha yaxınlaşacaqsan. Düz deyirlər, günah ruh et. Amma sən onları bağışlamaqla, onlara şəfaət verməklə, şəfaət mövzusu böyük mövzudur ya. Burada Füzuli özünün əqidəsini qoyur ortalığa ki, biz şəfaət mövzusuna, bəli, biz qailik. Səndə o qədər şəfaət vermə var ki, o Peyğəmbərimizin başına bir arvad həmişə zibil atardı, bir neçə gün keçdi, gördü zibil atmır, soruşur, nə oldu, bu niyə zibil atmır? Dillər xəstələnib,
Bazarlıq elədi, ziyarətinə. getdi yanına ziyarətinə. Yəni bu nədən irəli gəlir? Bilirsiniz necədir məsələ? Bir uşaq şıltaqlıq eləsə, valideynin sevgisi ilə onun neynir? Şıltaqlığını dözür. Və yaxud da ki, lap betərini misal götürək, bir heyvan. Görürsən ki, heyvan bir şıltaqlıq eləyəndə, onun yiyəsi durub o ilə söhbəti eləmir də. Bilir ki, bu qandığı bu qədərdir də. Keçir onun üçün. Bəli, bilənlə bilməyən hələ fərqi bu qədərdir. O söz var ya, qanan qanmayana bir pay borcdadır. O cahildir, o bilmir. Ta ki, bu işlərin bir həddi var ha. Bu haqda danışmışıq ki, insan bədən üzvünü o qədər əzizləyir, xəstələnəndə müalicə eləyir, ta o vaxta qədər ki, daha qanqren olmasın da. Qanqren olandan sonra kəsib atmaq lazım. Artıq o adamları kəsib atırdılar ki, onlar bütün bəşəriyyətə zülmün verərlər. Bir də acı bunun üçün çox geniş bir qəlb sahibi olmalısan. Əlbəttə, ona görə hələ Peyğəmbərdə nə boyda qəlbin olmalıdır ki, nə boyda bəşəriyyətə sevgin və onun üçün də nə boyda mərifətullahın olmalıdır ya. Sən bilirsən ki, Allah bunda təcəlli eləyir. O ayine-i geyt-i-numa məsələsi var ha, o cahanı göstərən aynə var ha. Həmin onun qəlbində var. Necə ki, Allah Teala özü də o cür eləyir. Həzrəti Musa ilə Haruna deyir ki, gedin Fironun üstünə, amma yumuşaq danışın ki, bəlkə hidayət oldu. Allahda olan o sevgidən təbii ki, Allahın elsində var ki, o şəfaət məqsədi ilə, o qədər canında şəfaət vermək var ki sənin. Sənə olunan haqsızlıq da sənə ehsan kimi gəlir. Mahinovdur. Məndə o sevginin böyüklüyünə bax. O sevgi o boyda insanın qəlbində böyüdür ki, Allah Teala onu meyraca aparır. Allah onu meyraca aparanda ayın əvvəlləri idi. Yəni aynı hilal vaxtı idi. Deyirsən ki, meyraca gedirsən, ümumiyyətlə o Mahinov 3 günlük, 1 günlük o ay var, təzə ay, hilal. O görürsən doğrudan hilaldır, yoxsa sən asimana gedəndə asiman barmağın qaldırıb sənə iman getirirdi, Mahinovdur, yoxsa sən etdikcə seyri asiman qaldırıb barmağı gətirmiş asiman iman sənə. Nə gözəl təşbihdir, çox gözəl təşbih. Şirinlik var da orada da, deyir, Mahinovdur, yoxsa sən etdikcə seyri asiman qaldırıb barmaq gətirmiş asiman iman sənə. Ya Nəbi, ey Peyğəmbər, ya Nəbi, lütfün Füzulidən kəm etmə, o zaman. Lütfüvi Füzulidən az eləmə, o zaman ki, hansı zaman? Kim olur təslim, miftahi, dəri qufran sənə. Bağışlanma qapısının açarı ki, sənə verilir, qiyamət günündə şəfaət verməyə. Onda lütfü mənə az eləmə. Füzuli yalvarır Peyğəmbərə ki, məni də o vaxt yada sal ginən ki, ya Rasulallah, məni o vaxt yada sal ginən ki, o vaxt ki, bağışlanma, qufran bağışlanmadır. Dər qapıdır, miftah açardır. Miftahi, dəri, qufran bağışlanmaq qapısının açarı sənə təslim olanda, sən bağışlaya biləsən ümməti, onda mənə də yad basalar. Yenə şəfaətə qayıtdı. Bəli, Allah rəhmət etsin Füzuliyə. Allah sizdən razı olsun Hacı. Bu da digər verilişlərimiz kimi çox zövqlü, çox maraqlı oldu. İnanıram ki, tamaşaçılar da zövq apardı. Allah salamat. Mən yenə hər verilişin sonunda olduğu kimi müvəqqəti istəməyərək sağollaşıram sizdən. Növbəti görüşlərdə yenə görüşəcəyik. Allah sizi var eləsin, Allah sizi bu millətə, bu cəmiyyətə çox görməsin. Təşəkkür edirik sizə. Əziz və dəyərli tamaşaçılar, biz növbəti buraxılışlarda görüşmək ümidi ilə sizinlə sağollaşırıq. Sağ olun.